Salam aleyküm dəyərli şəhidlər. Kimya 8-ci sinif 2.3-cü mövzu, yəni kovalent rabitəsi mövzusunun kitabda olan tapşırığın video həllinə baxaq. Bismillah. Deməli, ilk öyrəndiklərinizi tətbiq edin. Bu söhbətə baxacaq. Dəyərli dostlar, bunun da birinci tapşırığı nə olan şeydir görək. Deyir ki, birinci tapşırıqda xlor atomları arasında rabitə necə əmələ gələr? Bu rabitənin əmələ gəlməsinin aşağıdakı atomlar arasında rabitənin əmələ gəlməsi ilə müqayisə eləyin. Natrium və xlor atomları arasında, hidrogen və xlor atomları arasında. Gəlin, birinci xlor atomlarının öz aralarında rabitə necə əmələ gələcək? Dəyərli dostlar, xlor 7-ci qrup elementidir və 7-ci qruplarında elektron sonluğu bu şəkildə qurtaracaq. NS2, NP5. Bu nə deməkdir dəyərli şəhidlər? Bir orbital var, içində 2 elektron var. Burada P-yə görə 3 orbital var, içində 5 elektron var və biz də birinci tək doldururuq, sonra başlayırıq cütləndirməyə. Qısası biz nə gördük? Gördük ki, əgər elektronları nöqtələrlə təsvir etsək, bu cüt nöqtə, bu cüt nöqtə, bu cüt nöqtə və bu da tək nöqtədir. Yəni, indi bunları xlorun ətrafında düzəsi olsaq, xlorun ətrafında bir dənə cüt nöqtə qoyuruq, ikinci cüt nöqtə qoyuruq, sonra yeni cüt nöqtə qoyuruq, bir dənə də tək nöqtə qoyuruq. Dəyərli dostlar, bu oldu xlor atomu. Xlor atomunun arzuları var. O istəyir ki, oktet qaydasına görə istəyir 8 elektronlu quruluş əldə eləsin. Yəni NS2, NP6 olsun. Amma bu P5-dir. Deməli, bir elektron çatmır bunda. Başqa bir dənə xlor atomda gəlir, deyir, qardaş, mən də sənin dərdindəyəm deyir, mənim də bir elektronum çatmır. O da gəlir öz tək elektronu ilə. Baxın, cüt elektronlarını qoydum digər xlorunda və bir dənə də tək elektron qoydum burada. Və bunlar deyir ki, bu ortada olan elektronlar ki var, bunu ikimiz bir yerdə, bax bu gördüyünüz elektronlar var, bunu ikimiz bir yerdə istifadə edək də. Yəni, lazım olacaq, mənim olacaq, lazım olacaq, sənin olacaq, şərikinə istifadə edəcək. Heç kim elektron vermir, sadəcə şərikinə istifadə edərlər öz tək elektronlarını. Buna deyəcəklər kovalent rabitə. Gələk indi natriumla xlor atomu arasında bəs rabitə necə yaranacaq? Burada bir xətt çəkək. Dəyərli dostlar, natrium-xlor atomu arasında natrium bildiyimiz kimi 11-ci elementdir, xlor da 17-ci elementdir. Baxın, natrium, mən burada təssiz qazları yazıram. Helium var, təssiz qazlar 2, yəni neon var, 10-cu element və argon 18-ci element. Digərlərini hələ ki yazmırıq, lazım deyil bizə. Fikir verin, natrium təssiz qaza oxşamaq üçün, yəni oktet olmaq üçün bir elektron artıqlığı var. Xlorunsa arqona təssiz qaza oxşamaq üçün bir elektron əksiliyi var. Onda nə baş verəcək? Natrium bir elektronunu xlora verəcək. Deyəcək, qardaş, al bu bir elektronunu mən sənə verirəm. Nəticədə mən oluram 10 elektronlu müsbət bir oksidaşmə dərəcəli bir hissəcik, sən də olursan 18 elektronlu, yəni mənfi oksidaşmə dərəcəli bir element olursan. Mənfi yüklü bir ion olursan. Bitdi, bizim aramızda da rabitə əmələ gəlir. Biz burada nəyə fikir verdik? Gördük ki, natrium atomu xlor atoma elektronu tamamilə verdi. Biz bunu əgər nöqtələrlə təsvir eləsək, baxın, natrium gördüyünüz kimi, natrium 11-ci element, yəni bu nə deməkdir? 1s2, 2s2, 2p6, 3s1. Baxın, natriumun hazır okteti var xaricdə. Sadəcə bir dənə elektron artıqlığı var. Yəni, natriumun, yəni birinci elektron təbəqəsini nəzərə almıram. Baxın, natrium 8 elektronu var onsuzda. 1, 2, 3, 4, 5, 6, 7, 8 var. Amma bir dənə də bunlardan əlavə də bir dənə təbəqəsi var ki, orada da bir elektronu var. Bu bir elektron əgər olmasa, natriumda gül kimi, çiçək kimi bir oktet əldə eləmiş olur. Xlorda vəziyyət necədir? Xlordasa, baxın, belə bir şeydir. 1, 2, 3, 4, 5, 6, 7. Yəni, niyə bunu dedim? Bax, xlorun xarici elektron təbəqəsi ən xarici, belə qurtarır. 3s2, 3p5. Dəyərli dostlar, fikir verin. Bir orbital içində 2 elektron, burada da 3 orbital var, ki, içərisində 5 elektron var. 1, 2, 3, 4, 5. Baxın, bir dənəsi təkdir, o bir dənə təki də burada yazdım. Qalanları da cüt vəziyyətdədir. Xlor deyir ki, ay natrium qardaş, sən o elektronu verirsən mənə, sən də sonra oktet olursa, mən də oktet olurum. Qısası biz burada nə gördük? Biz burada gördük ki, deməli, natrium həmin o elektronun verəndən sonra natrium atomu çevirib oldu natrium ionu, müsbət bir dənə elektron verib deyə. Xlor bəs necə oldu? Xlor həmin o elektronu natriumdan alıb deyə, nə oldu? Yenə də 8 elektronlu quruş əldə edildi, amma mənfi bir oksidaşmə dərəcəsi göstərilmiş oldu. Fikir verdiksə, biz burada bir atomdan digər atoma elektronun tamamilə keçdiyini gördük. Amma xlorlar arasında elektronlar tamamilə keçməmişdi. İndi gəlir hidrogenlə xlor atomu arasındakı rabitə necə əmələ gəlir? Onun üçün də beləcə bir yer ayıraq. Dəyərli dostlar, xlor bayaq qeyd elədiyimiz kimi 7-ci qrup elementidir, yəni 1, 2, 3, 4, 5, 6, 7. Bu qədər elektron var. Bir elektronu qalıb ki, boşda.
Əgər bir elektron gəlsə, belə çıxır ki, bu oktet olacaq. Bunu eşidən hidrogen gəlir. Hidrogende cəmi bir elektronu var. O gəlir öz elektronu ilə. Nəticədə rabitə əmələ gətirirlər. Hidrogen elektronu xlora vermir. Xlor da elektronu hidrogenden almır. Sadəcə şərikinə istifadə edirlər. Bax, bu elektronun ikisi bir yerdə şərikinə istifadə edirlər. Natrium xlordan fərqli olaraq. Yəni, fərq budur. Xlor atomu və yaxud da natrium xlor və bir də hidrogen xlor atomu arasında fərqlər bunlardır. Keçək ikinci tapşırığımıza. Dəyərli dostlar, ikinci tapşırığımızda bizə nə deyilir? İkinci tapşırığımızda deyilir ki, bizə bəs kükürt atomu. Mən burada bir məsələ var. Bununla bir balaca. Bunun burada verilməsini heç istəməzdim. Daha sonra bu yox, bundan sonraki tapşırıqda da o. Deyir ki, kükürdlə hidrogenlə əmələ gələn maddənin formulu necə olar? Dəyərli dostlar, kükürt dediyimiz 6-cı qrup elementidir. Və bu 6-cı qrup elementlərinin də elektron sonluğu ns2np4 şəklində qurtarır. S-ə görə bir orbital var, içərisində 2 elektron var. P-yə görə daha 3 orbital var, içərisində 1, 2, 3, 4 elektron var. Görürsünüz, 2 dənə cüt vəziyyətdədir. Bu cüt vəziyyətdə olanları yazıram, yəni bunlar. 2 dənə elektronsa tək vəziyyətdə, tək vəziyyətdə sağa, sola yazıram. Sonra bunun 2 dənə elektrona ehtiyacı var ki, NSC-MP6-ya çevrilsin, yəni oktet təmin olunsun. Onun üçün də hidrogenin biri gəlir, deyir, qardaş, mən gəldim, bu bir hidrogen deyir, mən də gəldim. Sənin üçün oktet təmin olundu. Yəni, bir dənə bura diqqət edin, dəyərlilər. Baxın, indi biz kükürdün ətrafında 8 elektron görürük. Kükürdün oktet təmin olundu. Eyni zamanda hidrogenin ətrafında da 2 elektron görürük, bu hidrogenin ətrafında da 2 elektron görürük ki, bunun da dubleti təmin olundu. Dəyərli dostlar, belə çıxır ki, bunlar ümumi elektron cütləri hesabına rabitə əmələ gətirdilər. İndi biz burada nə gördük, dəyərli dostlar? Biz burada gördük ki, bir dənə kükürd, 2 dənə də hidrogen var. Yəni, maddənin formulu H2S şəklində olacaq. Keçək daha sonra 3-cü suala. 3-cü sualımızda bizə nə soruşur? Deməli, bizə elementlər verib. Deyir ki, bunların hansının arasında kovalent rabitə əmələ gələ bilər. Dəyərli dostlar, birinci gələ X elementimiz. X elementimiz 9-cu elementdir. Mən nəcib qazları bir daha yazıram. Helium var 2-ci elementdir. Neon 10-cu elementdir. Argon 18-ci elementdir. Baxırıq, gördüyünüz bu X elementi ən yaxın olan element nəcib qazı olan neona oxşamağa çalışır. Onun üçün də nə edəcək? Bir elektron qəbul edərək bunu eləyir. Hə, elektron qəbul eləyən olduğuna görə biz buna deyəcəyik qeyri-metal. Gəlirik Y-ə. Y elementimiz 20-ci elementdir. 20-ci elementin özünə ən yaxın olan nəcib qaza, yəni arqonu oxşaması üçün 2 elektron artıqlığı var. Bu 2 elektronu verib nəcib qaza oxşamağa çalışmalıdır. Hə, bu elektron verib nəcib qaza oxşamağa çalışırsa, bu olacaq metal. Sonra gəlir Z elementi. Z elementi də 16-cı elementdir. Fikir verin, ən yaxın olan nəcib qazda 18-dir. 18-ə oxşaması üçün 2 elektron qəbul etməlidir. Hə, bu halda bu olacaq artıq qeyri-metal, yəni elektron qəbul edən olduğuna görə. Əgər bizə kovalent rabitə edirsə, kovalent rabitə qeyri-metalların arasında yaranmış rabitə olacaq. Yəni, X ilə Z-in arasında yaranmış rabitə olacaq. Hə, indi gələk X ilə Z-in formulunun tapılması məsələsinə. Dəyərli dostlar, burada artıq bir balaca qaydadan kənara çıxma halı var. Yəni, belə deyək, əgər biz sadə buna baxsaq, sadəcə baxsaydıq, deyək ki, florun, daha doğrusu X-in bir elektronu qalır ki, o neona oxşasın, bir dənə tək elektronu var. Z-in də 2 dənə tək elektronu var ki, arqona oxşaması üçün 2 dənə elektrona ehtiyacı var və formul olmalıdır ZX2, amma belə olmur. Dəyər şərtlər olur ZX6. Çünki Z elementimiz kükürdür, X elementimiz flordur və kükürdlə də flor S-flor6 birləşməsinə əmələ gətirir. Yəni, bu dərsliyin bu hissəsində bunun heç bir izaha verilməyibdir. Ona görə mən bu sualın burada salınmasını bir balaca məqbul hesab eləmirəm. Gələk dostlar, növbəti sualımıza. İndi gəlin biliklərimizi, daha sonra öyrəndiklərimizi yoxlayaq. Acaba nə öyrənmişik? Deməli, gəlir birinci sualımız deyir ki, bizə kovalent rabitə nədir və atomlar arasında necə yaranır? Dəyərli dostlar, kovalent rabitə qeyri-metal atomları arasında ümumi elektron cütünün əmələ gəlməsindən yaranan bir rabitədir. Sonra bizə deyir ki, bəs molekullar veribdir bizə. H-flor və H2 molekullarında rabitənin əmələ gəlməsi sxematik olaraq necə təsvir etmək olar? Birinci H-flora baxaq. Dəyər şurada hidrogen birinci qrup elementidir. Bir dənə tək elektronu var. Yalnız bir elektron var. O da bir tək elektrondur. Flor da 7-ci qrup elementidir. Dəyər dostlarım, florun elektron sonluğu baxın bu şəkildədir. 7-ci qrup olduğuna görə NS2NP5 şəklindədir. Fikir verin, bir elektronu olsa bu olacaq oktet.
Amma hidrogen də birinci qrup elementidir, NS1 şəklindədir. Yəni, bunun da bir elektronu olsa, bu da olacaq dublet. Onda belə eləyirlər. Flör deyir ki, qardaş, bax, mənim bütün elektronlarım var. Bir dənəsinə ehtiyacım var. Hidrogen də deyir, mənim cəmi bir elektronum var. Aha, bunlar arasında bir rabitə yarandı. Heç kimə elektron vermədi, sadəcə bir rabitə yarandı. Sonra gəlir H2 molekulu necə əmələ gəlir? H2 molekulu yenə də hidrogen bir tək elektronu var, digər hidrogenin də bir tək elektronu var və bunlar arasında ümumi elektron cütü, yəni dublet təmin olunmuş oldu. Hər ikisi dubletinə qovuşdu və ümumi elektron cütü də yarandı. Keçək 3-cü tapşırığımıza. Dəyərli şagirdlər 3-cü və 4-cü tapşırıq qoyun, hər ikisini seçim. Deməli, 3-cü tapşırığımız nədir? Deyir ki, flor və oksigen moleküllarının rabitə əmələ gəlməsində oxşar və fərqli cəhətlərini müəyyənləyin. Birincisi, flor və oksigen moleküllarının rabitə əmələ gəlməsində hər ikisində ümumi elektron cütü hesabına əmələ gəlir. Hər ikisinin, yəni bir o birinə elektron vermir. Bunlar oxşar xüsusiyyətlərdir. Sadəcə rabitələrin sayında fərqlər var. Baxın, gəlin flor üçün eləyək bunu. Flor 7-ci qrupdur. 7-ci qrupda bayaqlar qeyd elədik. Deməli, bütün elektronları cütü idi, bir dənəsindən başqa. Digər florda da həmçinin vəziyyət eynidir. Bütün elektronları cütdür, bir dənəsi təkdir deyə rabitə bu şəkildə əmələ gəldi. Əgər biz 2 dənə nöqtəni atomlar arasında yaranmış bu 2 dənə nöqtə şəklində ifadə edilmiş elektronu bir dənə düz xəttlə əvəz etsək, baxın flor, bir xətt flor. Görürsünüz, bir qat rabitə əmələ gəlmiş oldu. Eyni şəkildə gəlin oksigeni də yazaq. Oksigenimiz 6-cı qrup elementidir. 6-cı qrup elementlərində də elektron sonluğu NS2, NP4 şəklindədir. Yəni, fikir verilirsə 2 elektrona ehtiyacı var. Bir orbital, içində 2 elektron. Burada da görürsünüz 3 orbital var, içində 4 elektron var. 1, 2, 3, 4. İkisi tək vəziyyətdədir. Yəni, bunlar tək vəziyyətdədir, qalanları cüt vəziyyətdədir. Dəyərli dostlar, birinci oksigenimiz. 2 dənə tək elektronu burada yazıram ayrı-ayrı. Qalanları isə cüt vəziyyətdədir deyə cüt yazıram. Digər oksijeni də eyni şəkildə yazıram. Baxın, tək elektronları biraz aralı yazdım. Qalanları da cüt vəziyyətdədir. Bir-birinin yanında yazdım. Dəyərli dostlar, məhz bu deməli elektronları, baxın bu şəkildə, bu elektronların hərəsini bir düz xətlə əvəz eləsəm, oksigen 2 qat rabitə oksigen. Görürsünüz, flordan fərqli olaraq 2 qat rabitə yarandı. Sonra 4-cü sual, nə üçün oksigen atomu hidrogenlə H2O, azot atomu isə hidrogenlə NH3 tərkibli molekul əmələ gətirir? Çünki, dəyərli şagirdlər, baxın, oksigen dediyimiz 6-cı qrup elementidir. Bayaq qeyd edildiyimiz kimi 2 dənə tək elektron var. Bu dəfə yanlarda yazıram həmin tək elektronu. Qalanları da cüt vəziyyətdədir. Bunun oktet ola bilməsi üçün 2 elektrona ehtiyacı var. Ya bunu kimdənsə alacaq, ya da o kimdənsə şərik işlədəcək. Hidrogenin biri gəlir, deyir ki, qardaş, mən hazır. O birisi də gəlir, deyir, mən də hazır. Gördüyünüz kimi, 2 dənə hidrogen tək elektron ilə gəlməklə bunun okteti təmin olundu. Nəticədə bu maddə H2O oldu. İndi gəlin azota baxaq. Azot 5-ci qrup elementidir. 5-ci qrup elementlərində elektron sonluğu NS2NP3 şəklində qurtarır. Dəyərli dostlar, bir orbital içində 2 elektron, 3 orbital var, içərisində 3 elektron var, üçü də tək. Deməli, baxın, azotun bir dənə cüt elektronu bunu kəllə hissədə yazaq, 3 dənə də tək elektronu yanlarda yazaq. Dəyərli dostlar, baxın, hidrogenin biri gəlir bu azotla, hidrogenin biri gəlir bu azotla, hidrogenin biri də gəlir bu azotla rabitə əmələ gətirir. Gördüyünüz kimi, azotun indi bu dəqiqə okteti təmin olundu və bu oktetin təmin olunması üçün 3 dənə tək elektrona şərikinə işlətməyə ehtiyacı var idi. Onlara 3 dənə hidrogeni başına toplaya bildi. Yəni, səbəb buydu formulun. Dəyərli şagirdlər, diqqətinizə görə təşəkkürlər. İnşallah növbəti dərslərdə görüşərik.